danışa bilmir, səsi çıxmırdı ki, zalda heç kim onun səsini eşidə bilmirlər. Bu boyda texnologiyanın inkişaf elədiyi vaxtda bir dənə mikrofon qoya bilmədilər ki, Tofiq Yaqublu danışanda onun səsi eşidilsin. Onu belə təmin eləmədilər. Çünki Tofiq Yaqublu ümumiyyətlə səsini kəsmək istəyirlər. İstəmirlər ki, Tofiq Yaqublu nəsə danışsın, eləsin. Bunun başqa adı yoxdur. Bunun bir adı var ki, Tofiq Yaqublunu öldürürlər. Başqa adı yoxdur. Və mənim adam bu həftənin sonuna sağ çıxmayacaq. Həkimini buraxın bari. Bundan artıq mən nə deyim? Hər ölkədə siyasi məhbus yoxdur. Kim deyirsə yalan deyir. Gözünüz çıxsın, gəlin görün də bu ölkədə necə siyasi məhbus olur. Məhkəmə zalına gələn insanlara şüar olaraq yazıb ki, siz mənim ürəyimsiniz. O bilir ki, ona necə dəstək var, cəmiyyətin ona necə dəstəyi var. Bugünkü polisin bu qoşunun gəlməyi onu göstərir ki, onlar narahatdır Tofiq Yaqubluya olan dəstəkdən, xalqın ona olan sevgisindən çox narahatdır. Hamilə xanıma toxunma. Davam eləyin. Nəinki həbs qəti imkan tədbirini dəyişmədilər, hətta məhkəməni təyin elədilər. Bir də may ayının 20-sinə, 14 gündən sonraya Tofiq Yaqublu may ayının 20-sinə çətin sağ qala. Tofiq Yaqublu tam üzülüb. Nəinki yerimək, hətta oturmaq və danışmaq da artıq onun gücü daxilində deyil. Gözümüzün qarşısında dağ boyda adam əriyir, məhv olur, azırırlar. Artıq Azərbaycanın Türkmenistanlaşması başa çatır. Burada da danışmağa qoymurlar. Polis əməliyyatını başladılar. Mən istəmirəm ki, əlavə əsas olsun, ona görə də bununla tədbirimiz başa çatdı. Sağ olun.